Herkese salam. Sizinle bugün çok dadlı bir yayla şorbası reseptini bölüşeceğim. Bu reseptle etseniz şorbanız çok dadlı alınacak. Erzakları burada görürsünüz. Hem de alt kısımda sizin için qeyd edeceğim. Qazanımızın içine 3 stəkan su ve 1 armudlu stəkan yumru duyunu əlavə edirik. Qoyuruq qaynamağa. Düyümüz burada qaynayır ve bir müddətdən sonra suyu çəkiləcək ve düyülərimiz də bişəcək. Biz də kənarda 1 stəkan qatığa un əlavə edirik ve 1 yumurtanı da əlavə edib yaxşıca qarışdırırıq. Bu qarışımımızı da bir kənara qoyuruq. Çalışın ki, yaxşı qarışdırın və qarışımımız videoda göründüyü kimi alınsın. Bundan sonra isə balaca tavamıza yağ əlavə edirik. Bu yağ bizə ən sonda lazım olacaq. Gördüyünüz kimi düyülərim artıq bişib, həm suyu çəkilib, həm də düyülər yumşalıb. Bunun üzərinə də 2 stəkan suyu əlavə edirik və suyumuz ilıq olduqdan sonra qarışımımızın üzərinə əlavə edirik ki, yeməyimiz kəsilməsin. Qarışımımızı qarışdırdıqdan sonra qazana əlavə edirik və demək olar ki, artıq yeməyimiz qaynamağa hazırdır. Qazın üzərinə qoyuruq və qarışdıraraq qaynamağını gözləyirik. Qaynadıqdan sonra isə kənarda gördüyünüz kimi yağın içinə duz, istiot və nanəni əlavə edirik. Bir müddət qarışdırıb yeməyimizə əlavə edirik. Çox dadlı bir yemək alınır, həm də bu yeməyi uşaqlar da çox sevir. Ən azından bizdə 1 yaşında qızım bu yeməyi çox sevdi. Mən ən sonda üzərinə keşniş və şüyüd də əlavə etdim. Əslində əlavə olunmur, amma siz zövqünüzə uyğun olaraq əlavə də edə bilərsiniz.